Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm minbərə qalxır. Fəqalə əmin, əmin, əmin. 3 dəfə amin deyir. Fələmmə nəzələ suilə ən dəlik. O vaxt gedir Peyğəmbər sallallahu aleyhi və səlləm minbərdən düşür. Ondan bu haqda soruşurlar ki, sən amin deyirdin, nə üçün deyirdin? Fəqal və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ətəni Cibril. Cəbrail deyir, mələk yəni, mənim yanıma gəldi. Fəqal və dedi ki, rəğimə ənfu imri'in ədrəkə Ramazanə fələm yuğfərləh. Ramazana çıxıb bağışlanmayan qulun burnu yerlə sürdüsün. Qul əmin. Dedi ki, deyir, amin dinən. Cəbrail əleyhissalam Peyğəmbər sallallahu əleyhi və səlləmə deyir. Dedi ki, dinən amin. Fəqultu amin. Mən də dedim amin. Yəni gör Ramazanda bağışlanmaq nə qədər asan bir işdir ki, bağışlanmayana bəddua eləyir Cibril əleyhissalam. Fikir ver, bağışlanmayana kim ki bağışlanmayıb deyir, onun deyir, burnu yerinə sürdür. Allahu Ekber. Gör, burada nə qədər bağışlanmaq üçün fürsətlər var, qardaşlar. Aleyküm salam. Allah Azza və Cəllə bizləri də bağışlanan qullarından etsin. Allah Azza və Cəllə bizləri salih əməl sahiblərindən etsin. Ki, hətta bax, biz də bu bağışlanan qullardan olaq.